dostlar. Salamdır. Metrodayıq, gedirik Mariogilə. Çatdıq 20 yanvara. Gedirik Mariogilə. Mariogilənin evini tanımıram mən və aramızdan biri ayrıldı son anda, nəzakət. İkimiz gedirik. Gəldik Mariogilə, binaları. Alo, Mario. Mario Özel. Stüdyo yazıyor. İlvin, salam. Mario sen zaten gelir. Niye canım ben? Qarşılama 0. Yaz. Ooo. Nasıl şey sesi? Para çekiyorsunuz. Wow. Ya can. Bizə sürpriz tatlısı var imiş Ülvinin. Nasıl ya? Sence ne? Məncə ıslaq kekdir. Cheesecake. Cheesecake. Oha. Çok iddialı görünüyorlar ona ya. Cevap veren. Profiterol. Tiramisu. Düz demişəm. Yani o kadar olur o. Şeylem keçi. Benden ev turuksan. Bura. Oy da. Ben çok özledim. Ay faiz yaptım ben. Açık bu göremiyorum tam. Bu nedir? Ooo. Bu bize bir suikastı. Ben inanmıyorum. Çıktı, saç çıktı. Nazırın nasıl Allah saçıydı? hakkı, Kur'an hakkı. Saç çıktı. Ultras ne ver? Dayı düşmüyor. Daim başımda. Çoklarınızı da özü süzür. Ben puanım 5'ti bu dəqiqə. Ya Sen nasıl baş? ne bileyim. Nasıl problem? Çok güzel. Ben bıçak görmedim Gürkan yanında. Neyse. Sakın. Ben bir puanım kırıldı. Çünkü bir çocuk Buyurun. Buyurun. Başka kimse bıçak istəyir? Dayak istəyirsən? İrem. Samsa sos nədir? İçəm sos. Uslamadım. Mayonezle. Bir şey diyeyim, Go. çok yaşaydım. Al bir Sarımsak arada. sosu, onu deme. Tamam bir mert değil. Salam, ben verdikləri əməklərə görə biraz qəlbimi oğurladılar, amma bütün hər şey duzsuz idi. Hər şey kola belə qazsız idi. Belə problemlərlə qarşılaşdıq. Ona görə mən biraz duzlu xoşladığım üçün özəl olaraq bəyənmədim. Amma ümumi olaraq baxsaq pis deyildi. Qonaqpərvərliyini bəyəndim. Həmişə kolamış. Ətlərimi belə parçalara böldüm Mario. Oradan da puan verirəm. Hələlik 3 verirəm. Hələlik. Tamam. Yemeğe puanlıyoruz da birinci. Yemek əlaydı. Çok beğendim. Langet çok kalınıydı. Ona göre bir puan kırabilirim ama 0,5 kırım. Yani çünkü Mürsel'e göre. Yani o Davud'un cinayet. Davud langet edip. Şirniyatos da yemeyeceğim. Ona göre ona çok da bir puan vermek istemiyorum. Görünüşü qəşəng görsədir. Okeydi. Süfrə çok qəşəngiydi. Kaşka da çok tatlıydı. Başka ne vardı? Ben sıra için beğenmedim. 0,5 elə desəm 1 puan oradan qıra bilərəm. Ona görə yox 5 verirəm. Yəni indi bəzi problemlər yaşadığımız üçün moral olsun. Səkizdə bu şey... Adələr var orada. Orada. Birinci elde ya. Tabii birinci yer. 3 tane. Sen şaka mısın kanka? Dur. Of kusacağım indi. Kim verir sizə? A few moments later. Nasıl güzel koyun şeyde istiyorum. Nasıl? Göz yaşı değil mi? En yakısı bence buranın teli. Ben sos dedim. Hayır tamam buraya gelen. Ben bugün yeniyim. Deniz Hanım, sizin xətrinizə dəydi mi sizin şokolad sevmədiyinizi belə bir keks eləməkləri? Bəli, dəydi. Adi keks falan eləyə bilərdi ya da mənim üçün balaca bir şey də ola bilərdilər, amma eləmədilər. Mən belə mal kimi qaldım orada. Çay içdim sadəcə. Çay pis deyildi, normal yəni çay idi. Qabları yudum.
oradan bir puan yox, bayağı bir puan qıracağam yəni. Full qabları mən yudum. Düzdür, bəzi problemlərə görə girişdə biraz gərginlik yaşasaq da, sonra yəni girdik, gördük hər şey çox gözəl idi. Bunu o birisi videoda dedim. Ona görə 3 yarım verirəm. Mən ıslaq keki bəyənmədim. Dedim tək mən bəyənməmişəm, çünki içində un şeyləri kimi nəsə var idi. Məsələn, ıslaq keki bəyənmədim. Çayı çox bəyəndim. Kəkliyyotunu çünki mən qatmışdım içinə, məncə eləməyim var deyə. Ümumi olaraq 5-dən biraz hərəkətlər xoş gəlmədi mənə. Yenə çox zorbalandım. Məsələn, axır vaxtlar mən çox zorbalanıram. Ona görə 5 üzərindən 3 verirəm. Stoliçni çox iyrənc görünürdü. Sapsarı idi, içində bir sarımsak var idi. Ümumiyyətlə heç yemək belə istəmədim. Ətlərə gəldikdə isə biraz görüntü olaraq məncə çox zəifdilər. Kartofları da şəkildə gördüm, mən saxlamamışlar. Bu da bir ayıb. Orada çiğ kartoflar qızardıb verə bilərdilər, amma vermədilər. Qapqara kartoflar eləmişdi, ürüyü çox bərbad görünürdü. Yəni ümumiyyətlə süfrə mənim heç zövqümü, göz zövqümü oxşamadı. Xiyar pomidordan başqa. Puan üzərindən 2,5. İlk öncə yeməyə xoş gəlmisiniz. İndi ola bilər ki, biraz başlanğıcda biraz əsəbləşdim. Giriş hissəsi pis oldu. İnşallah bunları puanı şey eləməlisiniz. Belə məncə hər şey bomba idi. Məncə, yəni Davudun əməyi, Ülvinlə mənim əməyim, yəni hamımızınki bomba kimi idi, yəni yemək cəhətdən. Yəni ıslaq kek olsun, toyuq olsun, bu gün hazırlanan danışıram. Süfrənin bəzənməyi olsun, yəni hamısı bizə aiddir. Üçümüz bir yerdə eləmişik. Yeməklərimizin bəzilərindən duzsuz olduğunu eşitdim. İnsanın damak tadına görə. Bəli, təbii ki, yəni. Duz var. Məsəl üçün sən bəyənə bilmərsən, amma başqası çox dadlı deyə bilər. Qabları yemağı biz istəmədik. Qabları yuyun. Kilitləmək. Özlərindən şey elədilər. Yəni mən elə söz heç bir sübut ola bilməz onun. Qabları yuyun. Kilitləmək. Yəni o öz qərarıdır. Bizlik bir şey Ben yoxdur. kömək elədim yəni yanında yurdum mən silirdim yəni. Yəni biz də oturmurduq, yəni biz də ayaq üstə idik, işləri görürdük. Bəli, Çox bəli. Nəzrin zor xanım oldu. məsələn 2 dənə boş qap sındırdı bu gün. Bəli, ola, yəni mümkün bir şeydir bu məncə ev sahibi cəhətdən. Yəni evimi başımıza yıxmalı idi. Bəli, bəli. Yəni normal bir şey, Ölməli ölməli idi. Başqa heç nə deyim? Yəni xoş gəlmisiniz. Təşəkkürlər gəldiyiniz üçün. Xoş. Xoş gəldiniz. Azad şurası sizdən. Sağ ol. Su var. Ben sana veririm. Yeməyə 5 Yəni o biraz yuxarıdan. Biraz yuxarıdan. Bu soğan əsəbindən partlayır burada. Sen de öyle oturmuş aslında ya.